Və beləliklə də mən həmin gün orada oxudum. Və mən elə muğamı başlayanda oxumağa təsəvvür edin ki, bütün zal alqışlara bürüdü məni. Aybənizin istedadı Gəncəyə sığışmırdı. O artıq Azərbaycanın bütün sayılan, seçilən səhnələrində oxuyurdu. Olardı bir 6 yaş. Hələ məktəbə getmirdi. Göygöl ansambli Filarmoniyada soli konsert gəldi verməyə. Fikrət Verdiyevin rəhbərliyi ilə oxuyurlar və solistlər Aybəniz Haşimova, Almaz Əlirzaeva, nə bilim kim, Siyahı və Aybəniz Haşimova. Lap balaca xətlərlə yazmışdı Aybəniz Haşimova. Mən düzü dedim, Şahnaz dedim, ay Şahnaz, Aybəniz yəni uşaqdır da, çıxar səhnədə özünü itirər. Dedi ki, sən bilmirsən bu canı yanmışda nələr var, indi sən görərsən bunu. Aybəniz xanım da çıxdı, brüşin kostyum giymişdi, arıq, çox gözəl, ağappaq bir qız. Başladı oxumağa. İnandırım sizi ki, bütün zal durdu ayaq üstəna əl çaldı. Ümumilli lider Heydər Əliyevin göstərişi ilə Respublikanın hər yerində istedadlı uşaqları seçib üzə çıxarmaq və Bakıya gətirmək lazım idi. İstedadlar isə Azərbaycanın hər yerində var idi. Aybəniz də onlardan birisi idi. Həmin il qərar verildi. Muğam sinfi açılsın uşaq yaşlı ifaçılar üçün. Və Respublika üzrə müsabiqə elan olunsun, gənc və istedadlı uşaqların baxış müsabiqəsi. Bütün rayonları gəzirdilər, Qarabağdan, sonra Azərbaycanın bütün bölgələrindən də demək olar Şirvandan gözəl istedadlı uşaqları yığırdılar və bu seçimdə Aybəniz də var idi. Və o vaxtda o gənclər seçildi, onların arasında da Aybəniz Haşimova idi. Və Aybəniz Haşimova öz istedadı ilə seçilirdi. Respublika müsabiqəsi keçirildi gənc istedadların. Bizim prezidentimiz Heydər Əliyevin sərəncamı ilə olmuşdu bu. Biz orada tanış olmuşuq. 1982-ci ildə, 81-ci ildə, yəni bizim artıq daha yaxından bərabər olmağımız, yəni olduğumuz illər başlayıbdı. Mən onu efirdən tanıyırdım. Bir neçə dəfə onu mən efirdə artıq görmüşdüm. Balaca bir qız idi, 5-ci sinifin tələbəsi idi. Aybəniz xanımla biz tanış olduq, o qədər bir isti münasibət yarandı bizim aramızda. Yəni, onun o üzündə olan o səmimiyyət, isti, xoş münasibət o qədər mənim üzümə çəkdi ki, inanın, mən hətta konsert qutarandan sonra biz ayrılıb evimizə getməliydik. Ayrıla bilmirdik biz bir-birimizdən, yəni 15 gün ərzində o qədər münasibətimiz çox səmimi oldu. Biz deməli Respublikamızın korifey sənətkarlarının seçimi ilə biz həmin müsabiqəni qazandıq və müsabiqə vasitəsilə qəbul olunduq Gənc İstedad kimi Bülbülarla Musiqi məktəbinə. 1980-ci illərin Respublika baxış müsabiqəsi qalibləriyik biz hamımız və mən yekun konsertdə ilk dəfə olaraq Aybəniz xanımla, ilk səmimiyyəti Aybəniz xanımla görmüşəm. Yəni o konsertdə çıxış edəndən sonra mənə yaxınlaşdı və tanış olduq ki, yəni səsimə çox xoş gəlmişdi və o illərdən sonra mən Bülbül adlı Orta İxtisas Musiqi məktəbində Aybəniz xanımla bir yerdə oxumuşum, bir yerdə qalmışım. Yəni mənim bütün uşaqlıq xatirələrim Aybəniz xanımla bağlıdır. Yəni eləcə də bizim bütün bülbüllər o illərin qalibləri olan o uşaqlarla. Bizi yenidən Bakıya dəvət etdilər və mütləq ki, biz burada təhsil almalıydıq. Aybəniz xanım da məni də evdən bizi buraxmadılar. Məni evdən buraxmadılar. Ki, bu körpədir, bu gedər təhsil alacaq başqa şəhərdə tək, anasız, atasız nətər olacaq bu uşaq? Çox çətin olacaq, buraxmadılar məni. Buraxmadılar ki, buraxmadılar. İnanın da nə qədər zəng vururdu hökumət. Atam, anam, mən xüsusilə mənim yoldaşım Eldar müəllim də kamança çalandı, bilirsiniz. O da çox narahat olduq. Bir yandan həm istəyirdik o getsin, inkişaf eləsin, oxusun və həm də bir belə qayğı hər adam olmur ki. Amma bir yandan da bilirdik ki, orada atasız qalacaq, ailəsiz qalacaq, çox əziyyət çəkəcək. Sonra bizim çox hörmətli Həmkarlar İttifaqının sədri Lidiya xanım Rasulova gəldi Gəncəyə mənə görə. Heydər Əliyev göndərmişdi ki,
Aybəniz gəlməlidir mütləq Bakıya təhsil almağa. Uzun müddət qızının Bakıya getməsinə razılıq verməyən atası nəhayət ki, Aybənizin bu addımı ilə barışır və onu Bakıya gətirir. Yəni bu həm ölkədə bir dönüş oldu körpə ifaçılar üçün, həm də Aybəniz xanımın həyatında böyük bir dönüş oldu və Aybəniz xanım artıq Bakıda Bülbül adına musiqi məktəbində oxuyası oldu. Və bizim orada çox böyük diqqətlə, çox böyük sevgi ilə əhatəmiz oldu. Yəni təbii ki, valideynsiz, müstəqil həyata biz çox gənc yaşından başladıq. Yəni Aybənizlə birgə, yəni çox uşaqlar var idi orada. Biz çox əziyyət çəkirdik. Valideynlərimizdən aralı yaşamaq bizim üçün çox çətin idi. Hətta elə olurdu ki, birdən bizə göndərdikləri pul qutarırdı. Hansımızınsa cibimizdə, məsələn, 5 manat pul olurdusa, biz onu yarı bölürdük. Məsəl üçün, bir 20 qəpik deyək ki, bizim cibimizdə pul olurdu. Bufetə gedirdik, nəsə alırdıq yeməyə, o da yarı bölünürdü. Aybəniz çox zəif bir qız idi, yəni çox tez-tez xəstələnirdi. Biz orada bir-birimizə ana-bacı idik, yəni həm anaydıq, həm bacıydıq, həm ataydıq. Yəni bir problemimiz olan kimi, Aybəniz xəstələnibdi, qalxaq görək, nə oldu? Yəni bugün dərsə getdi, niyə gəlməyibdi dərsə? Bülbül adına orta ixtisas musiqi məktəbində oxumağa başlayan Aybəniz xalq artisti Şövkət Ələkbərovanın sinifində təhsil alır və eyni zamanda keçirilən bütün tədbir və müsabiqələrdə iştirak edirdi. Təsəvvür edin ki, 10.000 uşaqdan 9 nəfər qəbul oldu Bülbül məktəbinə. Bu 80-ci ildə olubdu. Və o vaxtlar elə belə idi ki, maraqlı idi. Biz üçümüz də uşaqlar, eyni uşaqlar gəlirdilər, sinifdə yer də olmurdu. Elə bir yerdə keçirdik çox vaxt. Şövkət xanımla mən çox vaxtı bir yerdə dərs keçirdik. Hamısı gəlirdilər o tələblər. Yəni Aybəniz də bu müəllimləri görmüşdü, onlardan dərs almışdı. Elə bir dövlət konserti olmurdu ki, orada biz oxumayaq. Mütləq biz oxumalıydıq o konsertlərdə, mütləq. Özü də təsəvvür edin, Niyazi hər kəsə dirijorluq etmirdi. Bu çox böyük bir iş idi ki, Niyazi bizim üçün də dirijorluq edirdi. E, 85-ci ildə biz 12-ci Ümumdünya Gənclərin və Tələbələrin Moskvada böyük festivalı keçirilirdi və Azərbaycandan da böyük qrup orada iştirak edirdi və Bülbül adına orta ixtisas musiqi məktəbindən biz Aybəniz xanım, mən və Anar vardı bizdə oğlan bir yerdə iştirak edirdik. Çox müğənnilərimiz ki, hansı ki populyar üzdə olan müğənnilər və uşaq. 12-13 yaşında uşaq Aybəniz. Aybəniz 84-cü ildə Moskvada 12-ci Ümumdünya Festivalının diplomantı oldu. Bundan başqa biz 1985-ci ildə elə həmin ildə Üzeyir Hacıbəyovun, böyük sənətkarımızın, böyük bəstəkarımızın 100 illiyində iştirak eləmişik. Hətta Moskvaya da verilən bir balaca Üzeyir bəyin Leyli Məcnun əsərindən balaca epizod yaratdı. Moskvaya getdim Üzeyir bəyin yubileyinə. Orada da mənlə tərəf müqavili kimi bir balaca epizod Leyli Məcnun oxudu. Tamaşaçılar tərəfindən də qarşılandı, sevildi. Hətta onu filarmoniyada bir dəfə təkrar elədik. Aybənizin ifası çox maraqlı idi. Hələ çox gənc ikən 9-cu sinifdə oxuduğu zamandan Dan Ulduz instrumental ansamblinə dəvət alır və orada oxumağa başlayır. Gülara xanım gildə evdə məşq zamanı Gülara xanım dedi ki, uşaqlar, dünən televizora kim baxıb? Uşaqlar dedi ki, Gülara xanım baxmışıq. Necə? Dedi, dünən bir qız oxudu Göygöl ansambli ilə, Fikrət Verdiyevin rəhbərliyi ilə. Orada eyni familiyadan 2 qız oxudu. Onlar, mən tez dedim, siz Şahnaz Haşimovanı deyirsiniz və Aybəniz dedi, Aysal Aybəniz, nə gözəl adı var idi. Dedim, Gülara xanım, onlar bacıdırlar. Aybəniz xanım, burada Aybəniz Bülbüldə oxuyur, burada Şövkət xanımın tələbəsidir. Dedi, я сразу узнала, это почерк только может быть у Ələkbərovой. Dedi, Firuzə, sən onu gətirə bilərsən,
bizdəki fonoqramlar ki var, boş lentlər hələ. Gedək nalajeni bir dənə üstünə oxusun o mahnıları. Və mən Aybəniz xanımı götürdüm Bülbüldən, dedim Aybəniz sabah biz gedirik sənə Gülara xanımgilə. Dedim Gülara xanım, dedim Gülara Əliyeva. Dan ulduzu. Dedi Barışa, dan ulduzu. Dedim bəli, dan ulduzu. Niyə təəccüblənirsən ki, sən 3-4 yaşından oxuyursan da, elə 7 yaşında sən, heç 7 yaşın tamam deyirdi, sən filarmoniyada konsertdə oxumurdun. Bacı, elə gelişi burada bütün, bax, elə də getdik. Allah rəhmət eləsin Gülara xanımı. Biz onun evində həmişə məşq edirdik. Bir dəfə o bizə məşqdən sonra dedi ki, bilirsiniz də Hüseyn ağa rəhmətli idi, yəni ki, Yalçın idi, bunlarla məşq edirdik. Dedi ki, gələn məşqə sizə sürpriz eləyəcəm, bir cavan oxuyan gətirəcəm. Demək, 86-nın, səhv eləmirəmsə, əvvəlləri idi. Biz getdik məşqə evə, gördük bu cavan qız gəldi. Aybənizi belə eşitmişdik, yəni çox cavan idi. Bu Aybəniz bizi ilə məşq elədi, oxudu. Demək, biz hamımız elə bir şok vəziyyətinə düşdük. Yəni, bu belə cavan uşaq olasan, belə ürək olar, belə... Özü bilirsiniz də, dan ulduzu biraz başqa cür səslənmə vardı. Hər oxuyan, məsələn, dan ulduzu ilə oxuya bilmirdi. O violonçeli, qaboyu, fleytan görəndə çaşırdı. Kontrabas, obusi, instrumental ansambıldır. Bir də ki, oxuyanın səsi ansamblına uyğun gəlməlidir. Bu gələn gündən elə bir ki, bu elə Allah yaratmışdı bu ansamblı. Və beləliklə Dan Ulduzu ansamblının uzun illər solist oldum. Və Dan Ulduzu ansamblından saysız hesabsız uğurlarım oldu. Dan Ulduzu ansamblından saysız hesabsız qızıl fonda mahnılarım yazıldı. Yəni Aybənizin gözəlliyi ilə də cəlb eləyirdi, şirinliyi ilə cəlb eləyirdi, öz gözəl səsi ilə, ifası ilə cəlb eləyirdi və ağıllı qız idi Aybəniz.